Sizcə Azərbaycan mentalitetində hansı davranış, hansı yanaşma dəyişsə yaxşı olar? O mentalitet aradan qaldırılmalıdır ki, ata, oğul və valideyn münasibətlərindəki o üstörtülü şeylər var ki, oğul atanı görəndə gülməməlidir ya da onunla dost olmamalıdır. Bax, bu dəyişilsə yaxşı olar. İndi ata oğlu böyüdür də, amma bir də var ki, oğul da atanı böyüdür. Oğul da atanı inkişaf elətdirir. Tərbiyə odur ki, məsələn, Kəramət bilir ki, o qəşəm Nəcəfzadənin oğludur, zəif əsər yazmamalıdır. Bunun özü elə tərbiyədir, bu mentalitetdə dəyişiklikdir. Mən fikirləşirəm ki, mən də bu müəyyən bir söz deməməliyəm. Tutaq ki, Kəramət mənim oğlumdur, deyər ki, atam doğrudan atam axı bu səviyyənin yiyəsi deyil. Gözləyirəm. Demək, Kəramət mənə tərbiyə verir. Həmin bayaqki məsələlərdə mən Kəramətə tərbiyə verirəm. Biz bunu hərəkətlərimizlə göstərməliyik. 3 qız nəvəm var, onlar böyüyüblər. Biri 10-da oxuyur, biri 9-da oxuyur. Mən onların bütün hər şeyinə maraqlanıram. Hətta nənələri onları danlayanda o qızların üstə düşürəm. Mentalitet məsələsidir, qız babası ilə söhbət etməməlidir. Ya, yox, qız nədir? Atasının yanında tutaq ki, belə açıq-saçıq danışdı nədir və saçı dayanıqlı nədir və yaxud oğul nədir, atasının yanında öz uşağını qucağına götürdü nədir, götürməməlidir və s. Gəlin ağzı yaşamaqlı olmalıdır, gəlin deməməlidir, gəlin qaynatanın, qaynənənin qulu olmalıdır. Bunlar hamısı çox ağrılı bir mentalitetdir. Bizim şəxsən küçədə belə bir şey var. Bizdə məsələn küçədə bir qadın, bir qız taksi çağıra bilməz. O taksi çağırar, minər və qonşular ona nə deyər. Bütün bu problemləri də həll eləmək lazımdır. Yəni mənim qızım da, yoldaşım da bol taksi çağırır, küçəmizə minib gedirlər. Bu nə mədəniyyətdir ki, başqa bir kişilər mısmırıqlı dayansın, baxsın ki, buna baxı, taksi çağırır. Yoldaşım şəklimi paylaşıram, sosial şəbəkələrdə yoldaşım şairdir, Kəramətin anasıdır və s. Mənə bir yazır ki, adam şəkil paylaşır, qadın şəklini paylaşır. Deyirəm, qardaş, mənim yoldaşım ziyalıdır, ictimai adamdır, müəllimdir, şairdir. Sən apar yoldaşın qoy sandığa, ağzında kilitdə, küs yerdən kilit vur, sonra döydə kilitdə. Bilsənmi, kişi qadına imkan verməlidir ki, qadın getsin çörək alsın, qadın metronun yerini bilsin, Həcə Aslan o metrosuna necə getmək olar, İçəri şəhərlə Dərnəgülü səhv salmasın, uşaqların təhsili ilə maraqlansın. Sabah kişi öləndə o qadın küçəyə çıxıb gedib hər hansı bir məsələni həll edə bilməyəcək. Bizə elə qadınlar var ki, o qədər kişilər onları mentalitet deyib evdə sığırlar ki, inanırsan ki, qızım, qadın gedir, küçədə bir adamdan bir söz soruşa bilmir. Artıq onun dil qabiliyyəti yox. Onu kör eləyən kimdir? Əvvəl atası eləyib evdə, mentalitet deyib eləyib, indi yoldaşı eləyib.